Hər vaxtınız xeyir, mən Fərhad və bugün xaricə gələrkən həm tələbələrin, həm də işçi kimi gələn insanların etdiyi səhvlər haqqında danışmaq istəyirəm. Bura gələn tələbələrin əsas etdiyi səhvlərdən biri də düzgün ölkə seçimi olmamasıdır, düzgün ölkə seçimini etməməkləridir. Gəlmədən əvvəl siz universitetdən əlavə gəldiyiniz ölkə haqqında da ətraflı araşdırma etməlisiniz. Biz bu səhifədə əsasən təhsilə yönəlməmişik. Əsasən ölkələrin siyasi, iqtisadi, ekonomik vəziyyətləri haqqında da məlumatlar paylaşırıq ki, bura gələn tələbələr və işçilər gəlmədən öncə ölkələr haqqında ətraflı məlumatlar olsun. Ona görə də, yəni siz gedəcəyiniz universitetdən və gedəcəyiniz şəhərdən əlavə, yəni ilk öncə ölkəni araşdırmalısınız. Çünki bir çox şərhlər görürük biz sosial medialarda. Bu şərhlər nədən ibarətdir? Bu şərhlər əsasən biz bura gəldik, bura dağılır, qərb dağılır. Hər şey pisdir, biz belə gözləməmişdik. Əslində isə problemin kökü əvvəlcədən araşdırmamaqdır. Əvvəlcədən araşdırılsa bu problemlər olmaz. Siz gedəcəyiniz ölkənin həm iqlimini, həm iqtisadi durumunu, həm universiteti, hətta belə deyim, bir ölkənin bir şəhərindən digər şəhərə arasında belə fərqlər olur. Sadəcə sizə bir misal deyim. Krakovda yaşayan bir tələbə sonradan Varşavaya köçdüyündə buraya uyğunlaşa bilmir. Çünki Krakovla Varşavanın arasında tamam fərqli bir, həm sosioloji olaraq tamam fərqlidir, həm də iqtisadi olaraq da fərqlidir. Çünki belə deyim, Krakov tələbə şəhəridir və Krakovda daha çox iş imkanı mümkündür, daha çox gənc insanlar var. Amma Varşava biraz xaosdur, burada insanlar daha çoxdur. Yerlərimiz də burada daha çox məskunlaşıbdır, onu da qeyd eləmək istəyirəm. Siz tələbələr olaraq ilk öncə gedəcəyiniz universitetdən çox həmin ölkənin iqtisadiyyatını araşdırın. Sizə bir örnək verim. Mənim Seattle-da təhsil alan dostum bir neçə universitetdən, Amerikanın bir neçə universitetindən təqaüd aldığı halda universitetin reytinqi üçün Seattle-ı seçdi. Seattle-a gələndən sonra mənə belə bir cümlə işlətdi ki, kaş ki əvvəlcədən mən araşdırardım, digər seçimlərimi edərdim. Digər gedə biləcəyim universitetləri gedərdim. Soruşuram niyə? Deyir, bəs mən buranın havasının belə olduğunu bilmirdim. Londondan havası demək olar ki, eynidir. Hər gün yağış yağır. Buranın iqliminə çox da uyğunlaşa bilmirəm. Sırf universitetin reytinqi üçün ora gedir və iqlimindən heç bir xəbəri yoxdur və iqlim onun həyat tərzinə təsir edir. Təkcə universitet deyil, burada gələcəyiniz dostlar deyil, iqliminə də maraqlanmalısınız, hər şeyinə maraqlanmalısınız gəlmədən öncə. Bu əsas tələbələrin qaçırdığı məqamlardır və sonra gələndən sonra başlayırlar ki, bura bizlik deyil, biz bura uyğunlaşa bilmirik. Uyğunlaşmaq üçün sizə uyğun bir ölkə olmalıdır, sizə uyğun bir şəhər olmalıdır, sizə uyğun bir universitet olmalıdır. Bunları əvvəlcədən dəqiqləşdirməlisiniz. Əgər bir insan, misal üçün insanlar dəyişir. Bəzi insanlar var ki, gəlib Avropada daha çox Azərbaycanlıların olduğu bir yerdə yaşamaq istəyir. Digəri isə istəyir ki, xarici tələbələrlə bir ortamda olsun, xarici tələbələrlə məsələn sosiallaşsın. Onlar üçün Azərbaycanlıların və yaxud da türklərin də yaxın mədəniyyət olduğu üçün Azərbaycan və yaxud da türklərin ən çox olduğu bir yerə getməyi uyğun olmaz. O sıxılacaq orada. Azərbaycandan kənara çıxmışam ki, burada mən xarici təcrübə əldə edim, gəlmişəm burada ətrafımda Azərbaycanlılardır və yaxud da türklərdir. Bu kimi situasiyalarda görürük. Ona görə biz digər şirkətlərdən fərqli olaraq sizin profilinizə uyğun ölkəni, sizin profilinizə uyğun şəhəri və sizin profilinizə uyğun universiteti seçirik. Bəzi tələbələrimiz var, bura gəldikdən sonra işləyirlər. Siz gedəcəyiniz ölkənin iş icazəsi olub-olmadığını araşdırmalısınız. Gəldikdən sonra burada iş tapa bilib-bilməyəcəyinizi araşdırmalısınız. Bəlkə siz heç Avropaya gəlmək istəmirsiniz. Avropa sizin üçün deyil, Asiya ölkələri də var bunun üçün. Asiya ölkələri sizin üçün uyğun deyil, Amerika var. ABŞ-a gedə bilərsiniz bunun üçün. Tələbələr olaraq xarici köçmədən öncə gedəcəyiniz ölkənin iqlimini araşdırın. Gedəcəyiniz ölkənin iqtisadiyyatını araşdırın. Universitetinizin reytinqini araşdırın. Bunları araşdırdıqdan sonra ki, biz sizə köməklik göstəririk. Hansı universitet sizə uyğun olacaq? Həm büdcənizə uyğun, həm burada iş tapma ehtimalı olsun. Biz sizə burada hər cür köməkliyi göstəririk. Vizanı aldınız və salam, bununla da bitmədi. Siz vizanı aldıqdan sonra bura gəlib, burada yaşamınızı necə davam etdirəcəyinizə dair köməklik göstərir. Hər ölkənin öz sənədləşmə, oturum kartı məsələləri fərqlidir. Bunu da əvvəlcədən araşdırmaq lazımdır. Ən çox yaşanan problemlərdən biri də, məsəl üçün Polşada oturum kartı çox uzun çəkir və uşaqlar bundan xəbəri olmadığı üçün gəldikdən sonra dərhal başlamalısınız buna. Dərhal başlamalısınız. Çünki burada prosedur çox uzun çəkir. 10 ay, 11 ay, 1 ilə yaxın çəkir tələbə oturumu. İşçi oturumundan söhbət eləmirəm, o yəni daha uzun çəkir. Sizin vizanız bitməmiş,
artıq oturumunuz hazır olsun. Ən çox burada tələbələrin etdiyi səhvlər, viza verilib avqusta qədər, iyulda yadına düşür ki, mən oturuma başvurmalıyam və bir ay qaldığı müddətdə ondan sonra da prosedur başladığı üçün prosedur 6 ay, 7 ay, ən yaxşı ehtimal 6-7 ay çəkir. 8, 9, 10 aya qədər uzana bilər və nəticədə adam buradan çıxa bilmir və bu da ona psixoloji olaraq təsir eləyir. Ona görə biz bu səhifədə əsasən təhsillə bağlı deyil də ölkələrin iqtisadiyyatını, burada olan problemləri biz tam şəffaflığı ilə sizə göstərməyə çalışırıq ki, bəlkə heç siz xaricə çıxmaq istəmirsiniz. Bəlkə də Azərbaycan sizin üçün ən ideal seçimdir. Bəlkə təhsilinizi Azərbaycanda davam etdirməlisiniz. Çalışıram Avropanın ancaq yaxşı tərəflərini sizə göstərməyim. Təbii ki, buranın da pis tərəfləri var, yaxşı tərəfləri var. Seçim sizindir. Siz axırda seçəcəksiniz ki, mən hansı ölkəyə getmək istəyirəm, mən harda təhsil almaq istəyirəm, hansı şəhərdə təhsil almaq istəyirəm. Bu sizin son seçiminizdir. Amma o seçimə qədər sizə yol göstərən lazım olduğu üçün bunu da biz öhdəliyimizə göstəririk. Biz ən əsası çalışırıq hamıya köməklik göstərək bu barədə. Başa düşürük hamı xaricdə təhsil almaq istəyir, hamı vizyonunu artırmaq istəyir. Bu başa düşüləndir, amma siz həm büdcənizə uyğun hərəkət etməlisiniz, həm gedəcəyiniz ölkəni yenə dediyim kimi əvvəlcədən araşdırmalısınız ki, bu ölkə sizin üçün uyğundur yoxsa yox. Bunları araşdırdıqdan sonra, hər şey qaydasına düşdükdən sonra artıq biz sənədləşmə işlərinə başlayırıq. Sənədləşmə işlərinə başladıqdan sonra sizin tam qəbulunuzu alırıq, daha sonra viza proseduruna başlayırıq. Vizanızı aldıqdan sonra da rahatlıqla gəlirsiniz bura. Bura gəldikdən sonra biz sizin oturum məsələlərinizə də yardımcı oluruq. Ona görə də rahatlıqla bizə yaza bilərsiniz. Bundan sonra digər videolarda çalışacağım hər ölkənin tarixi barəsində, iqtisadi durumu və hal-hazırdakı gündəm məlumatları ilə verim ki, siz artıq məsəl üçün Almaniyaya gəlmək istəyirsiniz, Almaniyaya gəlmədən bizim videolarımıza baxaraq az-çox fikir formalaşacaq və biləcəksiniz ki, nə üçün mən Almaniyaya gedirəm, niyə Almaniyaya gedirəm və yaxud da niyə Polşaya gedirəm və yaxud da niyə Niderlanda gedirəm. Bizi izləmədə qalın, xudahafiz.